Herkese salam arkadaşlar. Necəsiz? Bugünkü video YouTube videomuzda sizə mən öz maşınımdan danışmaq istəyirəm. Öz maşınımdan çox danışmışam. Amma bu dəfə maşının xüsusiyyətləri barədə danışmaq istəyirəm. Daha geniş, daha ətraflı, daha izahlı formada ki, avtomobilində hansı xüsusiyyətlər var və onlar nə işə yarayır? Elə gecə olmadan gəlin başlayaq. Əvvəlcə maşınımın rəngindən də danışmaq istəyirəm. Çox qəşəng bir rəngi var. Boz rəng, amma tam da boz deyil, parıldayan zərli boz rəngdir. Hər dəfə belə günlü günəşli havalarda görəndə çox belə sevinirəm ki, rəng seçimində yanılmamışam. Mənə narahat edən sadəcə bax bu firuzəyi rəngli tonlu hava loqosudur. Yəni, niyə belə eləyiblər deyə soruşsanız, güya hibridi bildirmək istəyiblər burada, amma məncə mənasız görünür. Bu arada bunlar satılır, alıb dəyişə bilərsiniz. Mən də elə bu gün sabah deyə hələ də dəyişəcəm bunu. Və avtomobilin ön radiatoru barmaqlığını bəyəndirəm. Əvvəlcə ondan danışım. Çünki daha aqressiv görünür. Daha klassik xətli avtomobilləri mən xoşlayıram. Ona görə bu mənə daha ciddi və daha sərt xətli, əzrəli bir avtomobili xatırladır. Dizayn olaraq. 1,5 litrlik turbo mühərrikdir. Elə deyəcəksiniz ki, 1,5 litrlik mühərrik bu maşına nə edəcək? Sizi inandırım, mən də bu maşının ilk test drive götürəndə elə düşünürdüm. Amma ayağımı qaz pedalına toxundurana qədər. Doğrudan avtomobilin çox yaxşı çəkmə qabiliyyəti var. Çünki əlavə olaraq da hibrid qurğusu quraşdırılıb buna. Və ikisi birlikdə nə az nə çox 243 at gücü 530 Nm tork hasil edə bilir kombinə edilmiş formada. Doğrudan da bu avtomobilə çox yaxşı cəhd tərpənmə imkanı verir. Çünki sürətlər qutusu da DHD olduğu üçün buna tam şərait yaradır. Kapotdan falan danışmayacağım. Avtomobilin özəlliklərindən, xüsusiyyətindən danışacağım ki, bugün mənim fikrimcə Haval H6 hibrid segmentində Azərbaycanda bu qiymətə, faktiki qiyməti təxmini 47.000 manat olmalıdır. Bu qiymətə heç bir maşın yoxdur. Elə faktiki demişən, gəlin qiymətinə bir yerdə baxaq. 47.900 manatdır hal-hazırda rəsmi satışı. Yəni 47.900 manata bu segmentdə belə bir avtomobil yoxdur mənim fikrimcə bu xüsusiyyətlərdə. Hibrid avtomobildir. Şəhər içi sərfiyyatı ortalama 6,5 litrdir. Bunu təcrübəyə əsasən deyirəm, kitab yazdığı rəqəmi demirəm. Yəni mən bu avtomobili şəhər içi tam dolu çənlə təxmini 750 km sürürəm və 900 km sürdüyümdə olubdur. Yol şəraitinə əsasən deyirəm, mən ortalama şəraitdə 750 km sürə bilirəm. Mən bunu 92 oktanlı yanacağından sürürəm. Yəni yanacaq doldurma məntəqəsinə girəndə demirəm, qardaş 95 deyirəm, qardaş 92 polnu bax. Rəsmi servis mərkəzi deyir ki, zəmanət olaraq mən 92 oktanlı yanacağı zəmanətdə dəstəkləyirəm. Askı sistemi ön tərəf McPherson'dır. Arxa tərəf çox keçidli müstəqil askı sistemidir. 19 ölçülü təkərlərdir. Amma 225 55 R19. Amma mən istəyərəm ki, bunlar 20 ölçülü olsun. Sadəcə belə deyək, zavod texniki şərtləri 20 ölçülü təkərlərə icazə vermir deyə qoya bilmirik 20'lik təkərlər bura. LED Matrix tipli fənərlərimiz var. İşıqlarımız güclüdür. 360 dərəcəlik kameranın bir sensor da buradadır. Bir dənə də kamera sensoru orada ki, adaptiv cruise control üçün istifadə olunur. Adaptiv cruise control üçün Distronic üçün istifadə olan sensorlardan biri də nömrənin altındakı qara 4 gün sərçivənin arxasındadır. Hətta avtomobildəki duman işıqlarına qədər LED-dir. Parktroniklər artıq normal bir şeydir. Hətta bu avtomobilin ön tərəfində 6 dənə parktronik var. Bu da avtomobilin mükəmməl şəkildə avtoparklanma eləməsinə kömək eləyir. Maşının qabaq faralarına çox belə yaraşan, egzotik şəkildə bir gündüz işıqları qoyublar. Baxın, buradan bir xət gəlir və burada birləşib 3 xətt olur. Axıra qədər belə gedir. Həmin bu gündüz işıqlarına dönmə işıqları inteqrasiya olunubdur. Çox yaxşı görünür axşam vaxtı avtomobil. Fənərləri çox əla görünür. Gündüz vaxtı qəşəng görünür. Bu gündüz işıqları, o LED gündüz işıqları adamın gözündə parıldayır. Maşınımın ön hissəsi qədər, arxa hissəsi də mənim xoşuma gəlir. Ən əsas bəyəndiyim detal, baxın buradakı stop işıqları da. Çox xoşuma gəlir buradakı stop işıqları. Avtomobildə arxa qəzə əleyhinə durma sistemi var. Yəni mən avtomobilə arxa-arxaya verəndə bir gün mənim maşımda kimsə ürək xəstəsi olacaq, Allah uzaq eləsin. Bu maşının elektronik o xüsusiyyətləri o qədər yaxşı işləyir ki, ta uzaqdan bir avtomobil görəndə ki, ona yaxınlaşır, o
toqquşma ehtimalını hiss eləyən kimi ani tormozlama eləyir. Təbii ki, bunun səviyyələrini, monitorunu artırıb azaltmaq olur sistemdən. Amma ani tormozlama kimisə xəstə eləyəcək maşında. Hərdən mən özüm də həyəcanlanıram. 360 dərəcəlik kameranın arxa linzası da burada yerləşdirilib. Sadəcə mənə bizdə maraqlıdır. Texnologiya əlinizdə bu qədər inkişaf eləmişkən, nə olardı ki, bir dənə bu kameraları istəyir ön, istəyir arxa, onu hər hansı bir açılıb bağlanan mexanizm də eləyərdiniz ki, yağış yağanda bütün palçıq kameraya hopmasın. Bir də ki, olmazdı mı ki, o USB portları Type-C ilə dəyişəsiniz? İndi birazdan göstərəcəm, avtomobildə olan bütün portlar USB-dir. Type-C deyilən bir şey yoxdur. Təzə hələ inteqrasiya eləməyə başlayırlar ki, o da bir dənə Type-C qoyurlar avtomobilə, şarjing üçün, media üçün yox. Ayaq jesti ilə açılan bagaj qapısı mövcuddur. 600 litrlik bagaj həcmi var. Burada tenti də öz yerində. Ehmalca. Təbii ki, burada toz soranımız, burada belə məxməri fason bir materialdan hazırlanmış yük yeri, batareyanın həcmi, batareya buradadır. 1,8 kW həcmində bir batareyadır. Ön oturacağı mən özümə görə tənzimləmişəm və yerim doğrudan da çox rahatdır. Arxa oturacaqlar hədsiz genişdir deyə bilərəm. Bir çox avtomobildə bu yoxdur. Oturacaq qızdıranlar. Oturacaq qızdırıcı düymələrdir. Bunlar isə 2 ədəd USB şarjing portudur. Təbii ki, arxa sərnişinlərin rahatlığı üçün. Bir dənə burada məni narahat edən bu black piano detallar idi. Onlara da üzlük çəkdirmişəm ki, yəni rahat olsun. Avtomobil tam panorama tavandır. Hətta bu işıqlara qədər leddir. Mən şəxsən burada rahatam. Oturacaqlar da təbii ki, indi bu eko dəyəridir, təbii dəyər olmaz. ISOFIX-dən təchiz olunubdur, qızdırıcı effekti yaxşıdır, genişdir və yenə deyirəm ki, Azərbaycanda bu segmentdə belə bir avtomobil varsa kommentlərə yazın. Head-up displeyimiz var. Head-up displeydə Apple CarPlay, Android Auto vasitəsilə gələn, gedən zəngləri, danışığın müddətini, sürəti, yol hərəkət nişanını, sürət nişanını göstərir. Əslində yol hərəkət nişanlarını göstərir. Sadəcə deyəsən avtomobildə Azərbaycan bazarı üçün lisenziya sadəcə yol sürət nişanlarındadır. Nəsə belə bir limit var orada. Sırf səmimi hissəni bölüşmək istəyirəm sizlə ki, mən bu maşına oturanda o çöl dizayn və avtomobil içindəki xüsusiyyətlər yadıma düşəndə mənə xoş gəlir. Bu maşını sürməyi sevirəm. Multimedia ekranı parlaqdır. Sadəcə mən mat bir plyonka çəkdirmişəm bura. Apple CarPlay, Android Auto hissiyatı təbii ki, əladır. İndi siz bunu buradan özünüz görəcəksiniz. Hissiyat mükəmməldir. Oturacaq qızdırıcıları, sükanın qızdırıcısını və ön oturacağın ventilyasiyasını, bu da yoxdur bəzi maşınlarda. Bu segmentdə maşınlara söhbət gedir. Ventilyasiyasını monitordan aktiv edə bilirsiniz. Avtomobildə Eco, Normal, Sport və əlavə snow sürüş rejimləri var. Açıq o snow nə işə yarayır onu da bilmirəm. Prosta 2-3 gün qar yağanda mən də belə snow edirdim ki, ürəyimdə qalmasın. Ondan da istifadə edeyim. Panorama tavanın pərdəsi və şüşə tavanın özü bu düymələr vasitəsilə açılır. Bir dəfə qısa toxunuş edirsiniz və salam. Sən hara gedirsən? Sən gəl bura. Hə, buymuş. Bir ildir maşını sürürəm. 21.528 kilometr sürmüşəm. Hələ də bunların yerini ölçə bilmirəm ki, hansı hardadır. Burada fiziki düymələr yerləşdiriblər. Monitoru söndürüb yandırmaqdır. Parktroniklər, 360 dərəcə kamera. Buradan avtoparklanma rejimini idarə edə bilirsiniz, aktiv edə bilirsiniz. Avtoparklanma həmçinin 50 metr getdiyiniz yolu yadda saxlama var ki, siz gələrkən o 50 metri geri sizə apara bilir avtomobil. Şəffaf şassi funksiyası var. Hansı ki, yerdə nəsə bir yol nişan xətti olsa və yaxud nəsə olsa, siz onu artıq bu şəffaf şassidən görürsünüz və hər hansı bir çalaya falan düşəndə görürsünüz, sükanın dönməsi istiqamətində təkərlər də dönür. Çalaya falan düşəndə buradan onu idarə edə bilirsiniz. Bu güzgü avtomatik qaralan güzgüdür. Buradan hətta yandırıb söndürə də bilirsiniz bu düymə ilə. Burada da güzgülər var, yanında 2 dənə işıqla. Şüşələr 4-ü də avtomatik açılıb bağlanandır. Məsələn, avtomobilin kör zona sensorları var güzgülərdə. Yan güzgülər qızdırıla bilən güzgüləri təbii ki. Sevimli avtomobilimdən də bu qədər. Havalı harda hibridi 1 ilə yaxındır sürürəm və həqiqətən məni narazı qoymayıb indiyənə kimi. Sadəcə onu nəzərinizə çatdırım ki, bu maşın dağ, daş, dərə, təpə maşını deyil. Şəhər şəraitində komfortlu şəkildə geniş bir maşında istənilən yerə gedib
Yanacağa az pul xərcləmək istəyirsinizsə, bu əsil sizlik bir avtomobildir. Hələlik salamat qalın.